Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Aysun İsmailova illərdir görüşmədiyi atasından danışıb. İfaçı bu barədə video yayımlayıb. Aysun deyib ki, atası ilə bağlı terapiyada kövrək anlar yaşayıb. Bilirsiniz ki, mən atamla görüşmürəm. Onu üzdən tanımıram, amma bugün seansda şuur altımda onunla görüşdüm. Atamla bütün bağlarımı kəsdim. Ona demək istədiyim bütün sözləri dedim. Bütün seans boyu ağladım. Sonunu çox gözəl bitirdik. Gələcəkdə xəyalını qurduğum həyatı gördüm.